Səhvlərim var. Deyirsən 2 dənədir. Bir dənə orada stasiyada 30-cu suala meydana gəlir yazmışam. Bir dənə əmələ gəlir. Onlar elə Bəli, bəli, yaranır olur. sözünü. Bəli, Bir də bəli. müəllim 28-də də şey kimi yazmışam. Şua 2 endüstri ilə hesablanır. Olar, olar. Hə, uşaqlar, başlayaq. Deyəsən, ədəbiyyat ağırdır, Azərbaycan normal gəlir. Ekranı görürsünüz? Bəli. Hə, deyin gəlsin, buyurun, eşidirəm. Deyə baxa bilərik. Bir Bir var. var. Biri mürəkkəb cümlə deyil. Deyim müəllimə. İki və daha artıq qrammatik əsas olmalıdır ki, mürəkkəb cümlə olsun. Cəmaət gərgin bir vəziyyətdən Musa kişiyə baxırdı. Firuzun da nəzəri ondaydı. Yəni, nə edirdi? Baxırdı xəbər. Kim baxırdı? Cəmaət baxırdı. Bu oldu mu bir qrammatik əsas? Firudunun nəzəri, bu ayıra bilmərsən. Onda idi nə Firudunun nəzəri? İki qrammatik əsaslar mürəkkəb cümlədir. Onların üstünə gəlsən, sağ varsa tabeli mürəkkəb cümlədir. Var nə? Dövlətin vergisi. Var nə? Məmuru. Var nə? Nökəri. İndi bu çox maraqlı bir məqam var burada. Mən bunu birləşmənin əsas tərəfi burada olduğu üçün müstəqil mübtəda kimi götürə bilirəm uşaqlar. Yəni, yekunda bu mürəkkəb cümlə hesab olunur. Var nə? Məsələn, onun nökəri və yaxud dövlətin nökəri. Biz burada deyə bilmərik ki, birləşmənin əsas tərəfi həmcinsdir və biz bunu bir vahid kimi götürək. Yox, onun şəklinə də düşünə bilirsən də, çünki mən Vəli qoşmaq istəyəndə ayağım xəlbili ilişdi. İlişdi xəbər nə? Ayağım ilişdi. Yıxıldım xəbər kim? Mən yıxıldım. Bu tərəfə də məni düşünürəm, bərpa edirəm. Bu da mürəkkəb cümlədir. Balaca ot tayasının yanındakı öküzləri gətirib Vələ qoşdu. Vəlin üstündə çıxdı. Bu sadə cümlədir. Bu kimin səhvidir? Yəni, balaca ot tayası yox ha, balaca uşaq mənasında balaca öküzləri gətirib Vələ qoşur, Vəlin də üstünə çıxır. Yəni, gətirib qoşan kimdir? Balaca. Üstünə çıxan kimdir? Balaca. Və yaxud da o kimdir? Lap düşünüm. O öküzləri gətirib Vələ qoşdu. O Vəlinin üstünə çıxdı. Ortaq o mübtədasını düşündüyüm üçün həmciz xəbərli sadə cümlədə cavab E variantı. Bəli, Nicat. Heç mənim, o deyəcəkdim ki, axı onun şey olur. İki mənalı düşünə bilir də. Biri var balaca ot tayası, biri də balaca Elə də uşaq. düşünürəm, belə də düşünürəm. Nəticədə Mən ona görə cavab seçirəm. dəyişmir. Yenə də eyni cür cavab çıxır. Soram 7-yə kimi. 4 var. 4 var. Həcər, nə qədər yazmısan? Dəftər görmürəm, Həcər. Mən səndə niyə bu dəftəri görmürəm axı? Mən ata bilərəm, problem deyil. Yo, da mən bunu danışmışıq, təkrarlamaq istəmirəm. Mən cavab atmamışdan əvvəl mənə gələn dəftərlərə baxıram. Cavabdan sonraki dəftərlər maraqlı gəlmir. O artıq sizin məsuliyyət vicdanınıza qalır, uşaqlar. Yaxşı müəllim. Yəni, sınav qrupu əvvəldən belə gəlibdir. Yanvardan biz bu gedişatı gedirik. Niyə qrupa mən yazıram ki, vaxt tamamdır. Dörd. Kimi səhv edir? Mən. Məncə yazmışam. İzah edeyim bunu. Baxaq. Köməkçi hissələri ilə amonim olan qoşmaların işləndiyi cümlələri. Buyur Günel. Yəni biz nə axtarmalıyıq burada? Qoşma olmalıdır. Axtarmalısın. Hə, qoşma tapmalısın. Və bu köməkçinin amonimliyi olmalıdır. Buyur. Aha. Birinci sualda kəndiri baş barmağı iləni və ilə əvəz edə biləm. Kəndiri baş barmağı və şahadət barmağı arasında möhkəm saxlanır. Burada və bağlayıcı ilə yəni qoşma funksiyası deyil. Bir ona görə yanlışdır. İkidə baxıram aypara, əyri xətt tək buludların arxasında görünməyə başlayır. Burada tək söz bitişi yazılır, bu qoşmadır. Bu tək sözü birdə ola bilər ədat, tək səni düşünürəm, yalnız səni düşünürəm. Burada yəni ki, həm ədat, həm də qoşma kimi şey ikini götürdüm. Özü qoca olsa da, sadə olanda da burada ədat funksiyasındadır. Dəniz kimi, kimin ümumiyyətlə bəli, qoşma ola bilər, amma mən o əvəzli kimi yazı kimi dərs oxuyur deyə bilərəm. Ona görə götürmürəm. Mənə deyir köməkçi hissəsinin amonimi olsun. Səxavəti dənizin tükənməz nemətlərin biri balıq qoparmaq
olan ümidi ilə hərə bir yönə üz tutur da. Burada ümidi ilə, nə ilə, yəni ki, burada ilə qoşmadır. Bir tərəfdə ola bilər, yəni bağlayıcı ilə, yəni ki, köməkçinin amonimli var. 1, 2, 4-ü götürdüm. Bundan sonra nə olacağını heç kəs ağlına gətirmirdi. Sonra burada qoşmalı, amma sonra bir tərəfdə ola bilər, zərf ola bilər. Yəni köməkçi səninin amonimli yoxdur. O 2, 4 devam. Bəli. Köməkçi ilə amonimliyi olan nümunə tapmaq lazımdır. Belə də ki, variantların hamısında amonim nümunələr var. Amma sən orada əsas nitq hissəsi yox. Ancaq köməkçi ilə amonimliyi olan nümunəni seçməlisən. Mənim 7 var. Mən frazeoloji birləşmələrin homonimliyi hər iki tayda məcazi olmalıdır da. Mütləq frazeoloji olmalıdır. Mən 5-ə də baxa bilərik. Baxaq. Hansı cümlədə feili sifət ismi xüsusiyyətini daşıyır, isimləşməni istəyir. Axşamdan yatıb yuxuya qalan adamlar, hansı adamlar axşamdan yatıb yuxuya qalan? Burada öz yerindədir. Feil sifət təyin vəzifəsindədir. Necə? Daima dən axtaran, amma əlinə heç nə keçməyən xırda su quşlarının halına acıyırdı. Hansı su quşların halına acıyır? Kim halına, hansı əsərdəndir? Kim acıyırdı? Mən bu qoca və dəniz Bu qoca əsərindən. dənizdendir. Ernest Hemingway. Bəli. Santiago acıyırdı. Yəni burada feil sifət tərkib yaradıb təyin vəzifəsindədir. Qoca avarlara müqavimət göstərən liman sularının şapıltısını eşidirdi. Suların şapıltısını eşidirdi. Hansı sulara? Liman. Hansı liman? Avarlara müqavimət göstərən feil sifət tərkib yeni təyindir. Təpənin arxasında gizlənmiş evlərin bacalarından tüstü qalxdı, eşitdiklərini. Burada evlərin bacalarından tüstü qalxdı. Hansı evlərin təpənin arxasında gizlənmiş feil sifət tərkib yenə də təyindir. Qalır ev variantı. Balaca olan eşitdiklərini vecinə almadan biz demişdik ki, dıq üstəgəl mənsubiyyət feili sifətin özünə məxsus şəkilçidir. Bunu görüb də qarşısına hətta yiyəlik görəndə bu yenə də feili birləşmədir, ismi birləşməyə çevrilmir. Amma şərtdə sənə ismi xüsusiyyətini daşıyır deyirsə, dıq üstəgəl mənsubiyyət ola bilər. Amma yekunda burada cəm var, lər. İ var, təsirlik hal. Yəni, burada cəm və necə hal şəkilsini qəbul etməsi eşitdiklər, ini, lərdən axırdakı ini qəbul etməsi onun ismi xüsusiyyətini daşımağı deməkdir. Ona görə burada cavab E variantıdır. Başa düşdüm. 6 da var. Yazının inkişaf tarixi ilə bağlı verilənləri düzgün ardıcılıqla müəyyən et. Maraqlı sualdır. Yazı mərhələləri hansılardır? Birinci əşyalarla çatdırılır. Sonra şəkillə çatdırılır. Sonra fikirlə çatdırılır. Fikri yazı ideografik. Sonra da hərf vasitəsilə hərfi yazı, yəni fonoqrafik, yəni hecə yazı sillabik. Telefonun ekranlarında olan işarə. İşarə öyrənmək lazımdır uşaqlar. Öyrənirsənsə, deməli bu ideografik fikri yazıdır. Necə edək? 1, 2, 3, 4 mərhələdir. Bunu müvafiq olaraq tutalım ki, 3 yazım. Facebook axtarış edilərkən istifadə Facebookda və hansı sosial şəbəkədə nəyisə axtaranda nə edirik biz? Mənim hərfi yazdım. Yazırıq. Hərfdən istifadə olunur. Bura yazaq 4-cü mərhələsini. Qurban bayramında nişanlı qızın evinə aparılan qoyun orada əşyanı artıq simvolizə etdiyi üçün əşya vasitəsilə fikir. Qoyun aparıcı qoyun kəsilsində, qoyun əşya deyərdim buna. Reklam üçün satışa qoyulan divan və soyuducu şəkilləri bu artıq şəkli yazıdır. İndi ardıcıllığı müvafiq olaraq burada deməli belə 3, 4, 1, 2, 34, 12 hardadır? Buradadır. B variantında. Hə. 7-ci suala baxaq. Bir neçə nəfər soruşdu bunu. Görək nə testi belə. Deməli, 7-ci sualda biraz da ekranı rahat görək. Aha. Diaqrama əsasən yanlış fikirləri müəyyən edin. Amonim frazeoloji birləşmədir. Həm həqiqi, həm də məcazi mənada işlənə bilər. Aha. Uşaqlar, amonim frazeolojiləri əzbər bilmək lazımdır. Cana gəlmək. Bizə nə lazımdır? Səhvlər lazımdır. Cana gəlmək. Biri var yeyib içib cana gəlir. Bir də var ki, bezib cana gəlir. Hər iki mənada frazeoloji amonimdir. Frazeoloji amonim bizə biri birə verib. Yəni, həqiqi mənası yoxdur bunun. Birinci hökm doğrudur. Yəni, doğrudur. Bizə səhv lazımdır. Biri çıxıram, biri çıxıram, biri çıxıram. Görsən 4-5 deməli burada səhvdir. Bizə lazımdır 2 və 3-ün fərqi. 2, burnun ucu göynəmə, həm qidi, həm də məcazi. Darıxmışam, burnumun ucu göynüyür. Biraz soyuqdur, burnumun ucu göynüyür. Ona görə də həm həqiqi, həm də məcazi düşünə bilirəmmi? Bu, ortaq yox. Bu, ikinci nümunəyə, bu tərəfə yazılmalıydı. O zaman cavabımız 2, 4, 5 olacaq A variantı. İndi bir-bir niyəsinin dəqiqliyinə baxaq. Yola düşmək. Bax, uşaqlar, yola düşmək ikinci tərəfə verir. Top əlimdən yola düşdü. Bu həqiqidir, amma gedir, yola düşür, məcazidir.
O zaman 3 doğru yerindədir. Ona görə 3-ü çıxmalıydıq variantlardan. Ürəyi getmək. Bu frazeoloji amonimdir. Bunun həqiqi mənası yoxdur. Ürək ayaq tutub hara gedə bilər ki? Hə? Biri var ki, huşunu itirdi, ürəyi getdi. Bir də deyirsən ki, çox gözəl bir şey gördüm, ürəyim getdi. Necə gözəl idi o mənada. İndi məcazıdır, bu tərəfdə yazılmalıydı. Ortada yazıldığı üçün səhvdir. Ortada yazılıb. Əslində bu ortada yazılıb. İndi gəlib elə düşüb ki, bu texniki məsələdir. Yəqin ki, bu 4-ün ortaya aid olduğu sizə aydındır da uşaqlar. Burada diaqramdan sadəcə yəni, texniki baxımdan kənara çıxır. Bəs 5 başdan çıxarma. Papa başından çıxarır, həqiqidir. Bir də ki, sən dərs oxumaq istəyirsən, amma dostun səni başdan çıxarır ki, yox, boş ver daha 20 gündə nə olacaq? Deyirsən, yox, 20 gündə də böyük bir hikmət var. 20 gün qalıb. Amma Bəli. Demək olar, bəli. Bu gün ayın neçəsidir? 14-dür. Ha. İmtahan asan olacaq ki. İmtahan Doğru. 2-dir. Bizim də axırıncı məşğələmiz sizinlə 3-üdür. Ümumiyyətlə qrupları 3 ayın 3-ündə yekunlaşdırıram. 4-ü dərs keçirəm. Təbii ki. Mən yola düşməyə bir izah edə bilərsiniz, başa düşmədim. Top əlimdən yola düşdü. Bu həqiqi mənadadır. Amma dostum xarici ölkəyə yola düşdü, getdi mənasında. Burada məcazi. Aydındır uşaqlar. Frazeoloji amonimləri əzbər bilmək lazım idi. Bu testin əsas təməlində dayanan məsələ budur. Sonra 13-ə baxa bilərik. Bizə baxa bilərsiniz. neçə? 8 dedilər. Uyğunluğu müəyyənləşdir. Tələffüz zamanı iki yerdə sözə qoşulan şəkilçinin ilk samiti dəyişir. Üç sözün yazıcı tələffüzü fərqli məqam var. Kar cingildə samit yanaşı gələn iki söz işlənir. Yaxşı sualdır, çox qəşəng sualdır. İmtahanda da biz bu tipdə işləyirik. Hamısını bilirsiniz uşaqlar. Problem diqqətli olub karıxmamaqdır. Dərdli. D. Özün sonra samit gəlmir də tələffüz edim. Dərd. Adamların kədəri üzündən. Dandan əvvəl nımı samiti gələndə nanlər kimi tələffüz olur. Olacaq üzündən. Dəyişdi mi? Görünür, görünürdü. Bütün tələffüzləri dəyişək, sonrasına gedək. Sonra bu gün balığı. Qıdan sonra sait gəlib. Ov. O zaman nə olacaq? Balıq. Balıq. Ovunda. Bəxti. 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 Gətirənlərin, bəxti gətirənlərin hamısı burada idi. Burada idi. Olsun, dursun. Usanmış, yorğun qoca balıqçı çox arıq sait gəlib axı idi. İstiqanlı qoca astadan nəsə deyib başını yana çevirdi. Qaranlıq, yoxsa qaranlıq. Qaranlıq. Bəli, sait gəldikcə ğı. Qaranlıq olsa da qoca balıqçı səhərin yaxınlaşdığını duyurdu. Gördünüz, səbirlə bir variantları getdi. Ümid edirəm, nəsə gözümdən, fikrimdən yayınmadı. İndi uyğunlaşdırıram. İndi tələffüz zamanı iki yerdə sözə qoşulan şəkilçinin, diqqətli ol, şəkilçinin samiti dəyişir. Kökdəki dəyişikliyi qəbul etmir. Şəkilçinin dəyişikliyini deyil. Burada yeydi müəllim, dərdli, bir də Bəli, üzündən, dəftər üzündən. li şəkilçisi dəyişib, danda da n dəyişib. Bəli, bir burada dəqiqdir. Bir də şəkilçidə qaranlıqda qaranlıq idi. Bir də yaxınlaşmaqda, laşda da l n-yə keçmişdi. 5-i yazdım. 1-5 adı olmalıdır. 1-5 adı olmalıdır. O da buradadır. Cavab hazırdır. İndi dəqiqləşdirməliyəm. Düzmü seçdim? Yoxsa tələsdim? B-yə 2-3 verib. B-də 3 sözün yazılış və tələffüzündə fərqli məqam var. 2. 1, 2, 3. Bu düzdür. 3-ə baxıram. 1, 2, 3. Əla, bu da düzdür. C-yə 4 verib. Kar cingilti samit yanaşı gələn iki söz işlənib. 4-də də istiqanlı. Kar və cingilti samit yanaşı gələn iki söz. S-dır, bax burada. İki söz hardadır ki, mən bir də baxıram. İstiqanlıda bir, astadan başını yana çevirdi, r-dı, cingiltilidir. 1-5 başqa, 1-5, 2-3 başqa harda var? Heç yerdə.
1-ə 1 də baxıram. Amma C4-dədir. Aha. Yox, cavab belə bu qalır. 1 dəqiqdir. C4 bir də baxıram. 4. İsti qanlı qoca astadan nəsə deyib başını yana çevirdi. Astadan kardan sonra cingiltili və yaxud sait gələndə dəyişir kar qarşılığına. Müəllim, orada sığdırdı da. Biri sığdırdı. Bəli. Bir də yenə də sığdırdı. Cavab D variantıdır. Sonra Mən astadan sözü astadan olur. bəli, elə olur. Müəllimə, bəs orada hamısı sözü var idi ikinci cümlədə. Orada hamısı demirik, yəni ı'sız. Sadəcə maraqlıdır. Yox, Həcər, yox, elə deyil. O düzgün Bildim deyiş mən. deyil. Müəllim, bir də ki, burada sözü burada olmur da. Burada deyilir elə Bəli, tələffüzdə. bəli. 11-ə Yəni baxa 9-a biləlim. baxaq. 9 var. Ay Həcər, qaydadır da bu. Sən belə səhvlər eləyirsən Həcər, sonra deyirsən ki, müəllim əsəbləşir, küsürsən məndən. İzah elə bu testdə. Bu birbaşa qaydadır Həcər. 1000 dəfə danışdığımız çox bəsit bir qaydadır. Qaydanı deyirik izahətdə, sonra testi izah edirik. Hə. Deməli, burada deyir ki, hansı isimlərin işləndikdə qrammatik normanın pozulmasına rast gəlinmir. Bu o deməkdir ki, yəni elə bir say seçməliyik ki, bundan sonra həm tək gəlməlidir, həm də cəm gəlməlidir ki, bu qrammatik normanın pozuntusu baş verməsin. O da deməli bir sıra bir çoxdan sonra ancaq cəm isim gəlməlidir. Ona görə onları çıxırıq. Onlarla yüzlərlə, minlərlə çox, bunlardan sonra da cəm də gələ bilər, tək də gələ bilər. Beşinci də sıra saydı. Ondan sonra da həmişə tək gəlir. Ona görə də 2, 4, 5. Yox, 5-cidə həmişə tək gəlmir. Tək gələ də bilər, gəlməyə də bilər. Hə, bəli. Tək gələ də bilər, gəlməyə də. Yəni biz nə seçməliyik? Biz burada özündən sonra isim tək də ola bilər, cəm də ola bilər. 4-ü niyə sildim? 4-ü silmirəm. Deməli çox, onlarla, bir də 5-ci. Həcər, bu saylardan sonra gələn isimlər tək də ola bilər, cəm də ola bilər. Xeylidən sonra gələn isim həmişə tək olmalıdır. Bir qədərdən sonra gələn həmişə tək olmalıdır. Bir sıra qaydadır da, bir sıra bir çoxdan sonra gələn isimlər həmişə cəm olmalıdır. Çox, çoxlu, onlarla, yüzlərlə, bir də sıra saylarından sonra gələn isimlər tək də olur, cəm də olur. Yəni orada tək və cəm məsələsi problem yaratmırsa, norma pozuntusu da sayılmır. Ona görə norma pozuntusuna rast gəlinmir. Cavab 2, 4, 5, B variantı. Sonra 13 var. 11-ə baxa biləlim. Durğu düzdür hamıda. Deyim müəllim bunu. Məndə düzdür. Məndə Məndə səhvləri də durur. 13-ə baxırıq. Deyim müəllim onu. 11-ə baxaq da, çünki mən onun durğun sevirmişəm. Mən burada C deyilik. Elə bilmirəm. Baxaq. Əgər dialoqdursa, alt-alta verilibsə, Günel, qoşa nöqtə. Onun üzünə Deyilən baxılır. başlayırıq. Doğrudur, virgül. Deyə qoca dilləndi. Doğrudur. Mən vergül tre. Bəli, çünki doğrudur vasitəsi isə davamında müəllifin sözü gedir. Dilləndi. Yaxşı eləmisən. Bu, deyə qoca dilləndi müəllifin sözü. Sonrası vasitəsi nitq etdiyi üçün, bax, burada Vergül vergül qoymalıyıq. tre. Yaxşı eləmisən. Eləmisən xəbər. Demiş ki, cümlə orası xəbər varsa vergül olmalıdır. Əlbəttə, ara söz olduğu üçün burada da vergül olmalıdır. Ata-ananın sözünü eşitmək lazımdır. Burada da neyin nöqtəsini qoyaq və bitirək. Müvafiq olaraq 1 tre, 2 tre, 3 tre. 3 4 tre. vergül. 1 virgül, 2 virgül, 3 virgül, 4 virgül və qoşa nöqtə Bəli. ehtiyac C var. variantı. C-dədir. Hı. Heç nöqtəyə ehtiyac yoxdur. Siz nöqtə qoyur, amma nöqtə tələb deyil də. Əsas məsələ budur. Qoşa nöqtəsini virgül tresini düz tapmaqdır. Mənim heç vaxt nöqtə tələb elədiyi olur. Olur. Elə testlər var ki, olur. Yəni o da necə? Məsəl üçün burada mənə nöqtə işarəsini qoydum, amma variantda çıxmadı. Deməli elə olmur adətən. Əgər nöqtə istifadə etdimsə, deməli ya özü qoymalıdır, məndən soruşmamalıdır, ya da qoymayıbsa, mən işarə edirəmsə, onda variantda qeyd olunur adətən. Bəli. 13. Verilən parçada ədədin hansı normasının pozulub? İzah Uşaqlar, edeyim. norma məsələsində demişəm, deyirəm, yenə də deyəcəm. Leksik normada amandır, çaşmırıq. Nəyə çaşmırıq? Frazeoloji birləşmələr norma pozuntusu deyil. Təsvir ifadə vasitələri norma pozuntusu deyil. Yəni məcazi nümunələr norma pozuntusu deyil. Burada çaşmayın. Konkret öyrəndiyimiz məqamlara baxırıq. İzah Hə. edeyim. Buyur Günün, izah elə.
Aha, burada yar deyirdi burada xəbərdir və birinci mübtəda, sonra necə deyim, tamamlığım, zərfliyim, sonra sonda xəbərim gəlməli. Yəni ona görə burada qrammatik norma pozulur. Bir də şimşək tək sözü, tək qoşmadır. Şimşəklə birləşməli idi. Orada da fonetik norma pozulur. Həm fonetik, həm də qrammatik norma pozulur. Cavab elə Y variantıdır. Bəli, Mən ümumiyyətlə durğu işarəsi ilə bağlı düzgün yerində işlənməyən məqam varsa, yadda saxlayırıq uşaqlar, sözlərin orfoqrafiya, orfoepiyası ilə bağlı məqam varsa, bu fonetik normadır. Tək sözü qoşma olduğu üçün burada qoşma bitişik yazılmalıdır. Ayrı yazılıb, deməli səhvdir, deməli bu fonetik normadır. Bir də inversiya, cümlədə söz sırasında yer dəyişməsi. İnversiyada qrammatik normadır. Cavab E, fonetik qrammatik. Mən burada elə bilirəm ki, fonetik norma orfoqrafik, orfoepik sayılır elə. Orfoqrafik sayılır, orfoepik tələffüz. Fonetik norma üç baxımdan götürülür. Orfoepik, orfoqrafik. İki baxımdan. İndi Mən də onu dedim. yazı ilə bağlısa orfoqrafik, tələffüz isə orfoepik. Elə bildim orfoepik deyirsən, elə eşitdim. Yaxşı. Sonra 14. 15. həmin dağların ətrini duydu. O dağların döşündəki gül çiçəklərinin rəngi gözünün önünə canlandı. Rəngi, çiçəklərin rəngi. Burada yəqin ki, səhv yazılıb da, bu ayrı yazılmalıdır. Yaxşı. Duydu xəbər. Kim duydu? O, yox. Hə. Həmin dağ, o duydu, o. O yoxdur mübtədası. Nəyi duydu? Dağın ətrini duydu. Hansı dağın ətrini? Həmin dağın ətrini. Niyə başqa yoldaşlar da eşitmirəm səslərini? Onlar da iştirak etmirlər. Firuzi sənə də aiddir, Zəhra sənə aiddir, Nuraylar, qızlar sizə aiddir, Banu. Siz də qoşulun, siz də əgər soruşuramsa siz də qoşulun. O dağların döşündəki gül çiçəklərin rəngi gözünün önündə canlandı. Canlandı xəbər. Nə canlandı? Gül çiçəklərin rəngi. Gülşəyin rəngi canlandı. İsmi birləşmə töv götürülən. Harda canlandı? Nədə canlandı yoxsa? Nədə gözünün önündə? Nədə? Hansı gül çiçəkləri? Dağların Dağların döşündəki. Dağların Dağların döşündəki o. 2 dənə tək. Bəli, iki təyəm var. İki qeyri-həm. Dağların döşü ismi birləşmə dairə bilmərəm, töv götürməliyəm. O da qeyri-həmcinsliyi var. Usta yenə gəlib bağçada əyləşdi. Əyləşdi xəbər kim əyləşdi? Usta. Harada əyləşdi? Bağçada. Necə Nə gəlib? Necə tərəfdə? əyləşdi? Yenə gəlib. Bu da yenə fe'l bağlama tərkib yaradıb. Zərflikdir. Və yenə alətləri yanına düzdü. Düzdü kim? Usta. Nəyi? Alətləri düzdü. Hara O da düzdü? Yanına. gəlib deyirik ki, yaradıb tərkib. Axı yenə köməkçinin etki hissəsidir. O, yenə köməkçi hissəsinə hansı nitq hissəsidir ki? Yenə zaman zərfidir uşaqlar. Usta gəlib bağçada əyləşdi. Yenə əyləşdi. Yox, yenə gəlib, yenə gələrək əyləşdi. Fe'li bağlamaya tərkib olmalıdır. Görək variantlarda necədir? Birinci nümunədən doğruya baxıram. Eyni zamanda baş verən hadisələr sadalanır. Aha, duydu. O, canlandı. O, olar. Burada doğrudan doğru lazımdır bizə. Düzdür bu. Doğrudan doğrudur. Xəbərlər frazeoloji birləşməyən ifadə olunur. Məcazilik var, amma frazeoloji deyil. Bu səhvdir. Çünki gözünün önündə canlanmağı frazeoloji demədik. İkini çıxıram. İkini çıxıram. Bir götürmüşəm. Birinci testi bitirim. İndi birinci cümlə ilə bağlı səhv. İsmi birləşmələr eyni sintaktik vəzifədə işlənib. İsmi birləşmələr dağların ətri nəyi tamamlıq, dağların döşü hansı təyin, eyni vəzifə deyil uşaqlar. Eyni dediyi üçün burada fikir səhvdir. Və burada tələb nədir? Onsuz da səhv. Deməli, səhvdən, yanlışdan yanlış götürdüm. 1-5 hardadır? 1-i götürmüşdümsə, 1-5 buradadır. Aydındır. İndi niyə o birlər olar, yaxud da olmaz ona baxırıq. Məsələn, 6 niyə olmazdı? Təyinlər eyni məna növünə aid əvəzlik ilə ifadə olunub. Təyinlər birinci cümlədə o dedik, əvəzlikdə dağın döşü ismi birləşmədi. Ona görə bu səhvdir idi. Bəs həmin
Hə, ola bilərdi. Bax, Həcər, bu təyindən, bu təyin üçün keçərli fikir Ola olduğu üçün bilər. Onu doğrudur. deyəcəkdim. Bu doğrudur onda. O zaman bir doğrudursa altını silməliyəm. İndi burada nə idi problem? İki yerdə tamamlıq işlənib, iki yerdə tamamlıq işlənməyib, bir yerdə işlənib. Bu üç səhvdir, amma bizə buradan doğru lazımdır. Bağlayıcıdan cümlələri bağlamaq üçün istifadə edilib Düzdür və bu. əyləşdi usta, düzdür. Kim? Usta düzdür də. Səhvdir də müəllimə. Sifət. Xəbəri deyil axı. Yox, həmçinin xəbərli sadə Xəbərli sadə cümlədir. Çünki cümlə. əyləşən də ustadır, yəni üzən də ustadır. Həmçinin xəbərli bu sadə cümlədir, sadə. Yəni Ona və da burada həmcinsləri xəbərləri bağlayıb da. bağlamış sayılır. Nətər? Həmcinsləri bağlayıb deyə bilərik. Bəli, sadə cümləsə deməli onda və burada həmçinin xəbərləri bağlamış sayılır. Bağlayıcı cümlələri dediyi üçün səhvdir, səhv. Bu tərəfdən doğru götürməliydim axı. Ona görə götürmədim. Həmcins xəbərlərdən istifadə olunub. Düzdür də, indi dedik. İndi dedik. Amma bizə səhv lazımdır bu tərəfdə. Zərfliklərin hər biri zərflə ifadə edilib. Hər biri Amma səhvdir. tərkib girdi zərfdə. Hər ikisi Bəli. səhvdir. Buna görə səhvdir, səhvə verilib, müvafiq cavab doğrudur. Müəllimə, orada hər biri deyəndə o yenə gəlib feili bağlama ilə ifadə olunduğu üçün götürməliyik də. Belə. Mənim 24-də 5-ə baxa bilərik. 21-ə baxaq da. 21-ə qədər yoxdur sualımız. 15'te var. Nicat neçə? 15 demişdim. Sən səhvindir. Bəli. Mən Nicat burada başa düşmədim. Yəni sifətin yerində işlənmiş iki isim. Onun mənası mən. sifətləşir də, material bildirən isimlər. Dəmir qapı sözü, bir də xəz palto. Xəz sözü isimdir, amma sifətin yerində işlənir. Dəmir də isimdir, sifətin yerində işlənir. Orada yəni ayə bir ay. Xəz materialdır, dəmir materialdır. Material bildirən isim gedib başqa ismin yanında gələndə sifətləşir. Necə qapı, necə palto sualına cavab verir. Amma morfoloji baxımdan bu isimdir. Bəli. Mən ona görə çaşdım. Mən düşündüm ki, axı material adları isim olur, ona görə çaşdım. Burada da onu deyir. Əslində onu nəzərə tutur. O birlər aydın idi, Nicat? Bəli, mən o birisləri başa düşmüşdüm. Müəllimə 18-də bir dənə 4-ün təhlilinə baxaq da. Gördün təhlilini 18-də 4-də deyir deyim. ki, uşaqlar yaşantı sözündə sözün kökü yaş. Yaş. Neçə yaşın var? 15 yaşınız var, 16 yaşınız var. Tutalım ki, hə? Yaşan- Bəli, yaşanan. insan yaşayanda, yaşananda yaş üstünə yaş gəlir axı. Ona görə də bir dəfəlik yadınızda saxlayın ki, yaşamaqda, yaşantıda sözlərinin kökü yaş ismidir. Yəni gözün yaşı yaş yox ha, neçə yaşın var o yaş. Yaş ismindən yaşamaq feili, yaşanmaq feili, yaşantı gözlə. Yaşantı ismi lar cəmdir, dan da çıxışlıq haldır. Banu aydındır, 3 leksik 2 qrammatik olmalıdır. Bizə də 3 leksik 2 qrammatik deyirsə, variantda 18-ə götürməlisən. Mən 6-nı bütöv götürmüşdüm. Yəni. Mən də elə Heç bir mi? 30 səkizi bilmirdim. Neyniyə bəs otduğunu hara ataq? Yo, 6-nı bütöv götürmüşdüm bir şəkilçi kimi. Antı nəyin şəkilçisidir? Intı şəkilçi var. Yağıntı başladı yenə, yağış başladı mənasında. Bu qaraldılanda sözündə də qaralmağı niyə qara sifətindən qaralmaq feili dıl deyə şəkilçi yoxdur. Bu əslində it feildən feil düzəldən şəkilçidir. Nə olub? Burada ısı düşüb, təkcə t qalıb. T da adətən gedir d-ya çevrilir. Amma mən əzbər bilməliyəm ki, bu feildən feil düzəldən şəkilçi uşaqlar. Qaralmaq feilindən qaraltmaq feili, qaraldılmaq feili, anda göhrə feili bağlamaq. Lap cümlənin içində olub da qaraldılan feili sifət daha yerlik hal da ola bilər. Elə də düşünə bilərəm, amma hər halda indi anda feili bağlamaq kimi bir qrammatik şəkilçi düşünsəm, 3 leksik, indi mən bu variantda götürməyim, onu artıq Götürməliyik mən. Varianta görə götürməliyik. Mən də 2 cür düşünmüşdüm, amma varianta görə götürdüm, düz çıxdı. Yəni çıxış eləməklə burada. Çünki mən bunu dedim bütövdə gedə bilərəm. Qaraldılan feili sifət və isimləşib daha yerlik hala qəbul edib də düşünə bilərəm. 2 cür düşündüm. Aydındır? Bunu gedişata uyğun başa düşürük ki, əslində nəyə nəzərdə tutulub?
21 izah edeyim. Mən izah edeyim. Nuray buyur. Biri tabesiz mürəkkəb cümlə deyil. Deməli, ada deyir ki, isti payız günü idi və yaşıl xartut ağacının yarpaqları rəngarəng görünürdü. Deməli, payız günü idi. Burada hansı təyin olur? İsti. Görünür, nə görünürdü? Xartut ağacının yarpaqları. Bu tabesiz mürəkkəb cümlədir. Çünki və ilə bağlanıb da və tabesiz tərəfləri bağlayıb. Biriniz tərəf şəxsi cümlədir, ikinci tərəf müəyyən şəxsi cümlədir və cümlələrin də arasında iki müstəqil cümlə var və bağlayıcıdan istifadə olunub. Bəli. Deməli, onun gözünə yuxu getmədi. Keçmişdə olanlar gözlərinin qarşısında canlandı. Onun gözünə yuxu getmədi. Bu təbii frazeoloji deyə bir yerdə götürülür. Keçmişdə olanlar gözlərin qarşısında canlandı. Canlandı nə keçmişdə olanlar. Burada da və-ni artıra bilirik. Həm də bir tərəf şəxssiz, bir tərəf müəyyəndir deyə bu da tabesizdir. C-də deyir ki, Əli Abbas kişi evlənəndən sonra özünə 2 otaq tikdi və indi həmin otaqların birində yaşayırdı. Tikdi, kim tikdi? Əli Abbas kişi. Yaşayırdı, kim? Əli Abbas kişi. Deməli, bir mübtədənin 2 xəbəri varsa, bu həmcins üzvlü sadə cümlədir. Yəni, tabesiz mürəkkəb cümlədir. Ona görə cavab C olacaq. D-də deyir ki, bugün bayram idi. Bu 100 yaşlı tut ağacının meyvələrinin ayaq altına qoymaq günah olardı. Bayram idi, nə zaman bugün? Günah olardı. Nə tut ağacının meyvələrini ayaq altına qoymaq. Burada da və-ni artıra bilirik. Şəxssiz və müəyyən deyə bu da tabesiz mürəkkəb cümlədir. Y-də Əli Abbas kişinin dolanacağı yaxşı idi. Heç nədən şikayət etmirdi. Yaxşı idi, Əli Abbas kişinin dolanacağı. Şikayət etmirdi kim? O. Yəni Əli Abbas kişi. Hər xəbərin öz mübtədəsi var deyə bu da tabesizdir. Ona görə Y-də olmaz. Harika. Bu Y-də Əli Abbas kişi subyektdir. Yəni subyekt görəndə hatırlayıb həmən dəqiqə mübtəda deyə bilmərsiniz. Çünki bu Y-li qəbul edib gəlib burada mənsubiyyətlə birləşib ismi birləşmə yaradır və bütöv halda götürülür. Yaxşı mı uşaqlar? Cavab C-dir. Əli Abbas kişi tikdi, Əli Abbas kişi yaşayırdı. Yəni işi icra edən xəbərlərin ikisi də gəlib eyni mübtədada dayanır. Həmcins xəbərli sadə cümlədir. Mürəkkəb cümlə deyil. Sonra Mən 19 qaldı, məndə daldı. Bunu mən izah edeyim. qoy biraz heç səsi Mən gəlmir. deyim. Danışdıraq. Mən Kim deyim, var burada? Mən deyim. Kim var burada? deyim mi? Darıxma. Sən izah eləməmsən, hə, de. Həcə. Deyir ki, nümunələrdən biri həmcins mübtədalı cümlədir. Xartutu yığmaq üçün çoxlu boşqablar qazanla gətirdilər. Nə etdilər, gətirdilər. Nəyə gətirdilər? Boşqabları, qazanları. Burada tamamlıq həmcinsdir. Ona görə bunu götürmürük. B-də deyir, uşaqlar böyüdü, həyət kiçildi. Burada hər xəbərin ayrı mübtədası var. Bu həmcins mübtəda sayılmır. Ona görə bunu götürmürük. Adamların hamısı, hətta balaca uşaqlar da bu işdə ona kömək edirdilər. Nə edirdilər? Kömək edirdilər. Kim uşaqlar, kim adamların hamısı. Burada adamların hamısı və uşaqlar kömək edirdilərə aid olduğu üçün həmcins mübtədalı cümlə sayılır. Ona görə cavab C. Aydındır. Həmcins mübtədalı cümlə ikisi də gəlib eyni xəbərə dayanır. Adamların hamısı, hətta balaca uşaqlar da bu işə ona kömək edirdilər. Kömək edirdilər kim? Uşaqlar. Adamların hamısı. 1, 2. İkisi də gəlir eyni xəbərdə dayanırmı? O zaman mübtədalar həmcins olur. Olsun ki sözündən ümumiləşdirici sözdən əvvəl işlənir. Olsun ki, necə işlənə bilər ki? Olsun ki, münasibət bildirir axı cümlədəki fikrə. 22-yə baxa bilərik. Verilmiş ara sözlərdən hansılar həmcins üzvlərdə ümumiləşdirici söz... Burada məsələ nədir? Burada nəyi soruşur bizdə uşaqlar? Ümumiyyətlə ara söz deyirsə və həmcinslərdən söhbət gedirsə, söhbət onda nəyi nəzərdə tutmalıdır? Ümumiyyətlə demək olar ki, Yekunlaşdırıcı. Yekunlaşdırıcı sözlər. Yekunlaşdırıcılar da ara sözün hansı Bir məna variant. növüdür? Hansı məna növüdür? Ümumiləşdirici. Ümumiləşdiricidir. Adı üstündə ümumiləşdirici, yekunlaşdırıcı. Ona görə də bir sözlə ümumiyyətlə demək olar ki, cavab B. Olsun ki, güman şübhədir. Olsun ki, sabah gün çıxacaq. Bu olmaz. Yəni, qayda kimi yadda saxla. Ara sözlərin həmcinslərlə işlənməsi deyirsə, üstəlik, məsəl üçün, bir sözlə ümumiyyətlə demək olar ki, burada nətər durğudan demişdik, durğu işarəsi demişdik. Uşaqlar, necə o işarə qoyulmalıdır?
Mənə Tri ümumiləşdiricidən sonra tri həmcinslər virgül gəlirsə, ümumiləşdirici qoşa nöqtə həmcins yazırdıq. Amma əvvəl həmcinslər gəlirsə, tre ümumiləşdirici yazırdıq. Bəs yekunlaşdırıcı olsa necə? Kim deyər? Əvvəldə gəlsə 2 nöqtə, ortada gəlsə də özündən əvvəl tri. Qoşa nöqtəyə ehtiyac yoxdur. Həm əvvəldə gəlsə. Əvvəldə gəlməz axı. Hə, bəli. Tire vergül. Uşaqlar, bu yekunlaşdırıcı tire vergül. Əgər sən görürsən ki, bir sözlərin hər iki tərəfində vergül qoyulub, onda bu nədir bu? Onda bu sırf ara söz mövqeyindədir. Amma tire vergüldürsə, onda ümumiləşdirici də yekunlaşdırıcı mövqeyindədir. 24. və 24-ə yalnız 5-ə baxa bilərik. 24 Biz isə İzah yox, edeyim. bütöv baxaq. Hansı mürəkkəb cümlələrdə tərəflərdən biri, hər ikisi yox ha, biri şəxsiz cümlədir. Banu, izah elə, şəxsiz cümlə olması üçün tələb nədir? Deməli, şəxsi cümlə olması üçün bir xəbər olmalıdır. Mübtədasını heç cür təyin edə bilmiriksə, şəxsi cümlə olur. Deməli deyir ki, burada bizdə şərtdə 2 şərt verilib. Bir mürəkkəb cümlə olmalıdır, bir də ki, bir tərəf şəxsiz olmalıdır. Bir də deyir ki, deyirlər ki, bu yerlərin havası qışda çox sərt olur. Burada çox sərt olur nə? Bu yerlərin havası. Bu bir tərəfdə mübtədası bəllidir. Birinci tərəfdə deyirlər ki də qeyri-müəyyən şəxsi cümlədir. Ona görə biri götürmürük. İkidə deyir ki, mən uzun müddət yata bilmədim. Yata bilmədim ki, mən. Burada müəyyən şəxsi cümlədir. Möhkəm acığım tutmuşdu. Burada tamamən xəbərdən ibarət olduğuna görə şəxsi cümlədir bir tərəfi. Və mürəkkəb cümlə olduğuna görə bunu götürürük. Üçdə deyir ki, əliyə maraqlı gələn heç kəsin ona əhəmiyyət verməməsi idi. Bu heç mürəkkəb cümlə deyil. Ona görə heç bunu təhlil belə eləmirik. Bir də götürmürük. Dörddə deyir, şəhərə çatmağa az qalmışdı ki, hava qaralmağa başladı. Qarışmağa daha doğrusu başladı. Qarışmağa başladı nə? Hava. Bu müəyyən şəxsi cümlə. Şəhərə çatmağa az qalmışdı ki. Bu da tamamən xəbərdən ibarət olduğuna görə şəxsiz cümlədir və mürəkkəb cümlə olduğuna görə 4-ü də götürürük. 2-4 cavab. 5-də deyir ki, nə qədər Banu, düz deyirsən, bu 4 şəxsiz cümlədir, amma niyə tamamən götürürsən ki, xəbər? Şəhərə çatmağa az qalmışdı ki, necə təhlil eləyək uşaqlar? Mən də elə düşünmüşdüm. Nə etmişdi, az qalmışdı, nəyə şəhərə çatmağa. Məsəl Az tərkibi qalmışdığını ayırmırıq. qalmışdı, nə qədər qalmışdı? Az qalmışdı. Nəyə az qalmışdı? Şəhərə çatmağa. Bu şəhərə çatmağa. Yox, şəhərə çatmağa nəyə deyirəmsə, bu olur məsəl tərkib tamamlıq, az olur kəmiyyət zərfliyi, qalmışdı xəbər, amma mübtəda yoxdur da, yenə də şəxsiz cümlədir. Bəli, 4-ü götürürəm. Sən dedin ki, hamısı bütöv o olmaz. 5-də təhlil elə. 5-də deyir ki, nə qədər ki, bu barədə elan yox idi, mənim çox az ümidim var idi. Deməli, burada var idi nə ümidim, ikinci tərəf müəyyən şəxsi cümlədir. Bir də deyir ki, nə qədər ki, bu barədə elan yox idi. Yox idi nə elan, bu da müəyyən şəxsi cümlə idi deyə bunu götürməmişdim. Bəli, aydın uşaqlar. 26-ya baxa bilərik. Mən burada müəllimə, mənim ümidim idi, var idi ilə fikirləşmişəm, səhv görmüşəm, varı görməmişəm. Ona görə 5 səhv yazmışam. Var predikativ ismi xəbərdir, bütöv tək başına xəbərdir. Mənim yəlik, ümidim də mənsubiyyət, yəliyi mənsubiyyətə ayıra bilmərəm. Bunda bütöv ismi birləşmə mübtədadır. 26-ya baxırıq. Tamamlığın əlavəli işləndiyi cümlələri müəyyənləşdirin. İndi diqqətlə mənə dinləyin. Biz bu barədə əslində çox danışmışıq. Yenə də deyirəm, bu tip yəqin ki, yenə ikinci imtahanda sual görəcəksiniz. Uşaqlar, tamamlığın əlavəli işlənməsi ümumiyyətlə elə mən harda bu qəbulda da istifadə olunub, yenə də istifadə olunacaq bir sual tipidir. Tamamlıq nə olmalıdır? Əgər sən bir cümlədə tamamlıq axtarırsansa, mütləq onu xəbərlə sintaktik əlaqələndirməyi bilməlisən. Əlaqələnmirsə, o tamamlıq deyil. Bakını, haranı, atlayım, tam elə deyil. Bakını gəzməyə gələn turistlər heyran qalırlar. Heyran qalırlar kim? Turistlər. Hansı turistlər? Bakını gəzməyə gələn. Deməli, gələn fe'li sifət tərkib yaradıb, aslı tərəfi Bakını sözünün əlavəsi Azərbaycanın paytaxtıdır.
Aydındır? Yəni burada əlavə var, amma cümlə üzvünün əlavəsi yoxdur, tamamlığın əlavəsi yoxdur. Hökmünü bildiririk. Cümlədə əlavənin olmağı ilə ümumiyyətlə söz yəni cümlə üzvünün əlavəsinin olmağı ayrı anlayışdır. Eyniləşdirib çaşmayın. Yəni bir də yoxdur. Bu gün ailə üzvlərimdən mənim üçün ən müqəddəs olan insanlardan ayrıldım. Ayrıldım kimdən? Ailə üzvlərimdən. Yəni mənim üçün müqəddəs olan insanlardan. Kimdən sonra cavab verdiyi üçün tamamlıq vaxt müstəqil. Çünki gətirib xəbərlə əlaqələndirə bildim. Ailə üzvlərindən ayrıldım. Bugünkü şənlikdə dostlarımı, tanışlarımı, yaxınlarımı gördüm. Gördüm xəbər, kimi gördüm? Yaxınlarımı gördüm, tanışlarımı gördüm, dostlarımı gördüm. İndi bu əlavə burada var. Bəli, çünki burada eyni suala cavab verdi mi? 3 dənə həmciz. Hamını o zaman həmcizdən sonra gələn ümumiləşdiricidir. Bax, həmciz gələn ümumiləşdirici sonra gələn tirədən istifadə olunur. Bax, həmən sxemdir. Yəni bu da getdi, burada da yoxdur. O gülərüz qadınla həyat dərsini mənimsəmişəm. Mənimsəmişəm mən. Kimdən? Qadından mənimsəmişəm. Hansı qadından? Gülərüz qadından. O gülərüz qadından nəyi? Həyat dərsini mənimsəmişəm. Yəni burada qadından sözü tamamlıqdır. Çünki qadından mənimsəmişəm deyə bilirəm. Cavab 4. 2, 4. Aydındır? Mən bir söz soruşmaq istəyirəm. Doğru. Burada deyir ki, o gülərüz qadından, kimdən mənə illərlə əziyyət çəkən müəllimədən. Burada 2 dənə tamamlıq var. Yox, əlavə aid cümlədə 2 tamamlıq var, bəli, bax. Biri budur, qadından. Biri də budur, həyat dərsini. Nəyi? Onu Həyat götür. dərsi. Amma demək, yəni burada çünki əlavə aid olduğu üzrə bir yerdə götürülür axı. Qadından, mənə illərlə əziyyət çəkən müəllimdən. Burada Bəli, onu məsələ, götür. ya Siz qadından bir- sözünün yox, indi bir xətt birləşdi. Onu ayırdım əslində təhlildə əlaqələndirəndə. Qadından, yəni müəllimdən. Bax bu sözün əlavəsi bax budur. Bəzən əlavə olan nümunədə izah edici bir fikir olur. Təyinə bənzəyir, amma biz onu təyin kimi ayıra bilmərik. Mənə illərlə əziyyət çəkən fe'l və tərkib sanki təyinmiş kimi. Amma biz bunu təhlildə ayırmırıq da. Belə olanda biz qadından, mənə illərlə əziyyət çəkən müəllimdən. Yəni bunu bütöv götürürsən tamamlıq. Sonra da bu ikinci tamamlıq. Aydındır? Bəli, Bəli. ədəbiyyata baxaq. Ana dilinə dair sualı qalan var, uşaqlar. Müəllimə, 27 qaldı. situasiyaya baxmaq, hə, ümumiyyətlə. Zahiri müəllimə. Mübtəda, təyin, tamamlıq, zərflik, təyin. Hə. Buyurun, izah ilə. Aha. İzah edirəm. Burada deyir ki, mübtədası buraxılmış, xəbəri birinci şəxs cəmində aid olan cümlə, mübtəda təyin, tamamlıq, xəbər, sxeminə uyğun. Aha. Bu Bugün günlərin nədən? niyə səsi çıxmır? 10-cu siniflər 11-lərdən aktivdirlər. Abla imtahana siz gedirsiniz. Siz deyəsən son zəngin yorğunluğunu atmamışsınız üstünüzdən. Yaxşısınız. Bir siz də tərpənin, bir siz də dillənin. Hə, danış Günel. Aha. Bugün nədənsə birinci B-yə uğurlaşdım. Bu barədə danışma həyatda dayanan uşaqlar kövrəltdi. Kövrəltdi, kimi kövrəltdi, uşaqları kövrəltdi. Hansı uşaqları deyir ki, danışma həyatda dayanan uşaqlar kövrəltdi. Nə kövrəltdi bu barədə danışma. Bu məsəl tərkibdir, yəni mübtəda vəzifəsidir. Mübtəda, təyin, tamamlıq və xəbər olmalı cümləmiz. Bu B variantı mübtəda, təyin, tamamlıq, xəbər sxeminə uyğunsa bu uyğun gəlir. Ona görə B variantını bura yazdım mən. Axşam şəhərdə ağla gəlməyən böyük bir izdiham var idi. Nə var idi? İzdiham səhvimizdə. Nə var idi? İzdiham var idi. Necə bir izdiham var idi? Böyük. Necə bir böyük izdiham? Ağla gəlməyən, bu da təyindir. Harada? Şəhərdə, hansı şəhər, nə zaman? Axşam. Burada zərflik, təyin, mübtəda, xəbər sxemi oldu. Ona görə C-ni mən yazdım bura. Uzun bir fasilədən sonra yenidən qarşılaşdı. Qarşılaşdı kim? Biz. Mübtədası buraxılmış, xəbər birinci şəxs cəmdə olan cümlədir. Elə D variantı məhz bura aiddir. Yeniyə görə ağacların yarpağı töküləndə uzaqdan hündür yaraşıqlı binalar görünür. Nedir? Görünür. Nə görünür? Binalar. Necə binalar? Yaraşıqlı binalar. Necə yaraşıqlı binalar? Hündür. Haradan? Uzaqdan. Nə zaman deyir ki, görünür? Ağacların yarpaqları töküləndə bu feili bağlama tərkibdir. Yəni burada aid olmadı bu Y variantı bizdə
Y variantı 2 aid olma, zərfli, təyin, mübtəda xəbər. Bunu da yazdım bura. Niyə görə A variantı təhlil etməmişim? Baxın, bu gün nədənsə döyüş tapşırığını yerinə yetirmədən sabahı gözləməli oldu. Gözləməli olduq kim biz? Nəyi gözləməli? Sabahı. Nə zaman gözləməli oldu? Döyüş tapşırığını yerinə yetirmədən gözləməli oldu. Nə zaman? Bugün. Yəni bu sxemə uyğun olan heç bir cümləmiz yoxdur deyə 1-ə D, 2-yə C, Y, 3-ə D olmalıdır. Niyə mübtədası buraxılıb yazdım bura? Gözləməli olduq ki, biz. Mübtədası buraxılmış A'da xəbər bir şəxsin cəminə aid olan nümunədir. Bizi yazın da, yazın. Yəni bu A-nı 3-ə yaz. Aha, A deyil. yəni, hə, A variantı bura aid. Demək yazması deyil. Həcər situasiyada nəyə baxırıq? Mən burada 30-cu sualda mən yazmışdım ki, bir əmələ gəlir, o meyarla uyğundur. Bir də yazmışdım baş verir. O olar. Deyir ki, yağış damlaları tərəfindən əks olunması nəticəsində nə dedim, nə soruşdum? Baş verir demişdim, amma bilmirəm uyğun gələr ya yox. Yox, baş verir yox, yaranır əmələ gəlir olmalı. Ağlıma heç nə gəlmədi ya onun. Əgər Mən- bir nümunəni düz yazmısansa, artıq yazmısan. O ikinci səhv olmağı təəssüf ki, bal silir. Hə, Nicat? Mən əmələ gəlir meydana çıxır. İkisi də meyarla düz Hə, gəlir. olar, bəli. Keçərmi ədəbiyyata? Bəli, mən ədəbiyyat çox ağır idi ha bu səfər. Çox yox, İndi bayağı blok ağır idi. idi. Zəhən Blokumuz kimi düşmüşdü elə eyni. Hə. İndi Mənim deyirsən. bu ədəbiyyatda biz ikinci sualı yazmasaq olar. Orada keçmədiyimiz əsər var. Bəli, Bəli. mən də fikir verdim. Mübariz, igid Yəni, mübariz. dil mübariz indi proqramda yoxdur uşaqlar. Ona görə yazmaya bilərsiniz. 3-ə baxaq. 3 mənə də səhvdir. Yaxşı. Deyir ki, cədvələ əsasən doğru fikirləri seçin, yəni uyğunluqla getməliyəm. Durna telefonunda Bağdada gedən Çənli Beligidləri, Eyvaz, Dəmirçioğlu, Dəmirçioğlu, bəli, həmişə deyirik deyirik ki, Durna Telinə xəstə kim gedir? Eyvaz, Eyvaz, Dəmirçioğlu, Dəmirçioğlu, bəli, bəli. Əhməd gedir. Yaxşı, düzdür bu. Amma səhvə verib deyə götür. Amma səhvə verib uyğunsuzdur. Bizə burada doğru, yəni uyğunlar lazımdır. Bir getdi. Sildim. Səməd Vurğun Azərbaycan şeiri beşik şəklində müxəmməs. Müxəmməs deyil uşaqlar. Müxəmməs dediyi üçün səhvdir bu. Səhvə də verib. Onda neyniyək? Doğruya verib. Doğruya verib. Daha doğrusu doğruya verib. Hə. Yəni səhvdir demək istəyirəm. İkini də silək. İkini də siləndə yəqin ki, cavab çıxacaq. Cavab hazırdır. Niyə? Mirzə İbrahimovun Azad hekayəsi, Anamaral əfsanəsi eyni ədəbi növdə. Azad hekayə adı üstündə deyir də, hekayə, Anamaral da əfsanə. Da bu cavabı sənə verib də burada. Əfsanə ilə hekayə deyir ki, ikisi də eyni növdədir, ikisi də epik növdədir. Doğrudur. Aytmatovun manqurt əsərinin bəli təsir vasitəsi kimi simvoldur. Simvoldur, bəli, manqurt yəni kökdən uzaqlaşanları simvolizə etdiyi üçün olar. Kürçaylının Qaranquş əsərinin ideyası Aytmatov manqurt əsərinin ideyasına eynilik var. Ana, övlad üçün canını o da yaxar hökmü var. Ona görə düzdür. 3, 4, 5. Bir nəyin çıxan kimi hazırdır. Səməd Vurğun Müxəmməs deyil. Burada da səhv deyir. Yəni bunu bilmək asan qeyd Mən- edir. Müxəmməs deyil, amma beşlik şəklində də deyirik. Müxəmməs janrdır və beşlik formasındadır. Məsəl üçün, Molla Pənah Vaqifin Görmədim Müxəmməsi. Müxəmməs elə bir janrdır ki, bu həm klassik ədəbiyyatda müxəmməs var uşaqlar, həm də heca vəznində müxəmməs var. Qafiyələnməsi oxşuyur. İlk bəndin hamısı həm qafiyədir. A, 5 dənə A, sonra B, 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 A, 4-ü həm qafiyə, biri birinci ilə, sonuncu, yəni 5-ci misrası birinci bəndlə həm qafiyə. Belə. Yəni hər beşlik də müxəmməs deyil. O təxmis ola bilər, sadəcə beşləmə ola bilər. Məsələn, Heydər Babaya Salam da beşlikdir, ancaq heç bir janra aid etmirik onu. Ona görə hər beşləməni də müxəmməs deyə bilmərik. Bir. Cavid necə yazmısan? 17 oldu məndə. 17. Biz təkrar elədiyimiz suallarda düz yazmısan, yoxsa orada da səhv var? Onlar düzdür mən. Yaxşı. Onlar düzdürsə, onda belə davam eləsən daha da yaxşı olacaq deməkdir. Neçəyə baxırıq? Mən 1-ə qayıda bilərik.
Ona baxa bilərik. Birə qayıdırıq, buyurun. Bu Yekun izah İbrahimin edin. nağıl nədir? Epik növə aiddir. Bəxtiyar Vahabzadənin Vətəndaşı şeirdir, şeir lirikə aiddir. Başxanov Hikmətin Fəziləti nədir bu? Mənzum Mənzum hekayədir, hekayə, epik aiddir. Vətən şeirdir, bu lirik növə aiddir. Kərgədən qarışqa təmsildir, təmsil də epikə Deməli. aiddir. Müvafiq olaraq 1, 3, 5 bir tərəfdə, 2, 4 bir tərəfdə, yəni 2, 4-ü buraya yazıram, 1, 3, 5-i də necə buraya yazıram. Müəllim, Cavab 8-ə baxa bilərik. 8-ə kimi var sual? Var müəllim. 4 var. Həcər neçə düzün var? Mənim 18. Mirzə İbrahimovun Azad hekayəsi ilə bağlı verilən cədvələ əsasən yanlış olanları göstərdi. İzah edin bunu. Həcər, problem nədir burada? Burada bir dəqiqə mən baxım. Mən burada D yazmışam, amma B çıxır. Güzel yapırsan, yadından çıxartırsan. Həcər. Müstəqillik uğruna mübarizəyə həsr olunub. Düzdür bu. Məzmuna da verib Bu düzgün. düzdür, bəli. Düzdür. Səhv istəyir biri götürür. Silirəm. Eşq olsun qəhrəmanlara, xalqın yaralı qəlbini yalnız onlar sağalda bilər. Epitetdən istifadə olunur. Epitet formaya aiddir. Bəli, təsvir Yaralı ifadə. qəlb, necə qəlb. Amma Epitet var, amma məzmuna aid deyil. bəli, məzmuna aid deyil. Bu formadır. Təsvir ifadə vasitələri formaya aiddir. Bu tərəfdə olsaydı götürərdik. Bundakı səhvdir. Fərda ilə azad uşaqlı dostu olmaqla yanaşı, həm də eyni qeydəyə qulluq edirlər. Düzdür. 3-ü də çıxaq onda. 2, 6 görsən avtomatik buradadır. Qaldım 5 ilə 4 arasında. Bəzən mənə elə gəlir ki, onun üzündəki bulud keçirdiyi ağır günlərin qubarıdır. Cümlədə həm epitet, həm təşbeh işlənmişdir. Bu düzdür, mən Ağır qubarı kimi. günlər necə günlər, epitet. Keçirdiyi Bəli, bir də qubarı günlərin kimidir. qubarı da, bu da olsun təşbeh, bəli, qubarı kimidir. Doğru hökmdür, amma bizə yanlış lazım olduğu üçün götürmürəm. Çıxıram, cavab qalar 5, 6, 2, 5, 6. Niyə 5? Fərda anası ilə Təbrizə qayıdıb əvvəllər Bu qaldıqları məzmuna aiddir. Bəli. Bəli. 9, 2, 5, 6. Aydın oldu Həcər. Bəli. Sonra 9. Mən 5 Kim bizə demişdi elə bir. 5-i izah edeyim. bizə elə bana. Deyir ki, verilmiş mətnlərdə bədii təsvir vasitələrini göstərin. Bədii təsvir deyirsə biz 2 və 3-ü variantlardan çıxmalıyıq. Elə eləyəndə Çünki niyə? İfadə vasitəsidir. Çıxırsan. Cavab Ha, gör- alınır. 2, 3, 3. Gözlər bağlamır. A ilə Y gedir. Deyir ki, hardasa qalmışdı bir parça gecə, götürüb sürmə tək çəkdi gözünə. Sürmə tək təşbeh. Gözünə çəkməyi burada metafor götürür. Bir də ki, qızıldan yerini dərib gizlicə. Necə dan? Burada epitetdir deyə epitet, təşbeh və metaforu olur deyə 1, 4, 6 D variantı. Mən metonimiya nə idi o? Ad dəyişmədir. Özünə bayram edir. Hə, bəli. hardaydı? Onu tapmadım mən. Nə? Epitet hardaydı? Mən onu tapmadım. Qızıl dan yeri. Necə dan yeri? Qızıl dan yeri. Hə, Sonra 9. 8. verilən misralara altına xətt şəklində sözə uyğun obrazlar, yaradılmış əsərləri seçin. Əhrəmənlər yuvasını darmadağın edəcəksən. Qalxıb sabah aya Marsa Deyirəm bunu. edəcəksən. Qəhrəman ilan deməkdir. Bu Əhrimən müəllim Avestada var idi. Bu Bəli, şər şər Allah. deməkdir. Bəli. Biz Bəli. yəni mənfi obrazları tapmalıyıq burada. Hüseyn Aynen. Caviddə iblisdir. Bəli. Bir də ki, Dastan Əhməd Həramidə də Əhməd Hərami ilə başrol mənfi obrazdır. Deyir ki, uyğun obraz yaradılmış əsərləri seçin. Cavidin iblisində baş qəhrəman mənfidir. Dastan Əhməd Həramidə Hərami quldur olduğu üçün mənfidir. Axırda ölür. 1, 3 cavab C. Yəni Anamın kitabı niyə olmur? anamın kitabında obrazlar Mənfidir də. Bəli, mənfi mən daha çox bunu şey kimi götürmüşəm. Burada yəni şeytan Düşmən. iblis mənasındadır. Orada sadəcə satirik obrazlar var da, yəni. bəli, düzdür, tamamilə doğrudur. Anamın kitabında uşaqlar əhrəmən kimi götürmürük də, yəni vətənə, millətə faydasız bir vətəndaş kimi götürürük onu. Amma iblis başqalarına zərər verir. Hərami başqalarına zərər verir.
Qardaşların zərəri özlərinə idi. Bir xeyirləri də yox idi. O mənada gedir. Sonra 9 var idi. Ona baxa 9-u izah bilərik. edeyim. İzah edeyim elmə. izah. Aha. Burada deyir ki, onun adı Sevgi Dastanı adlandırma Xosrov eşinin. Bəli, dastan deyil, poemadır. Ona görə bu düzgündür. Məhv olunmuş qəhrəmanlıq qələbəsi müxtəlif tərəfindən kömək kimi dəyərlərini deyilən məcbur. Bu da Dayan bir düzgündür. dəqiqə Günel, bir dəqiqə gözlə. Yo, burada məsələ o deyil. A variantı. Onu adi sevgi dastanı adlandırmaq olmaz deyəndə, burada əsərin dəyərindən gedir. Janrının dastan olmağından görə demir ha bu. Çünki Xosrov şirin adi bir sevgi mövzusunda yazılmış əsər deyil. Burada Xosrov Pərvizin əslində şəxsiyyətində ömrünün əvvəlindən sona kimi verilən məqamlar və sonda nə qədər kamil bir səviyyəyə çatması, şirinin türk olaraq necə də məğrur bir duruş sərgiləməsi, yəni adi bir sevgi məsələsi deyil. Dövlət idarəçiliyi var, əməkçi insan obrazı var, ideal qadın obrazı var, insanın mənən təkamülü var. Yəni müəllif burada onu demək istəyir. Düzdür, ancaq yəni başqa baxımdan getdin. Sonra Məhv olunmuş qəhrəmanların qələbəsi müəllif tərəfindən örnək kimi dəyərlənir, leylinə məcbur. Bu da düzgün ümumiyyətlə. Dövlət işinə inanılmış adamlara etibar etmək mümkündür. Xeyr, əksinə deyir ki, bu 7 gözəl deyir ki, dövlət işinə hər insana məsələn etibar eləmək olmaz da. Ona görə etibar etməsi mümkündür deyə səhvdir bu. C variantı ilə uyğunluq burada pozulub. İnsan öz zəhməti yaşamı başqalarına möhtac olmamaq, bəli, xisirlər xəzinədə kərpic kəsən kişi dastanına aid ola bilər ümumiyyətlə bu. Bəzən düşmənlərinə qarşı dost mövqeyinə çıxış etməyə bacarmalısan. Gözlənilən bəlalar uzaq olasan. İskəndər, bəli, burada İskəndər Daraya düşməninə belə dostluq edir. Misal üçün gedir ona müharibə açanda gedir misal onlar səhv eləmirəmsə sərxoş idilər. Deyirdilər gəlin hücum edək ona. Amma İskəndər demişdi ki, bu necə deyim, belə bir fatihə, belə bir uğur qazanmaq pisdir də. Ona görə Y variantı düzgündür. Cavab burada olmalıdır. C variantı. və sonra 10. İzah edeyim onu. Nuray izah elə. Məzmun formaya diqqət eləmisiniz uşaqlar. Məzmun forma. Məzmun deyirsiniz içindəki söhbət nədən gedir? Forma deyirsə təsvir ifadə vasitələri, janrı, qafiyəsi, quluş, nəzəriyyə. Nuray buyur. Mətn beyt həm şah beyt kimi hesab etmək mümkündür bu İmaməddin Nəsrin. Bir də mən orada altını Nəyi? Mətlə beyti həm şah beyti hesab etmək mümkündür. Bu düzgündür. Sığmazam da. Ümumiyyətlə qəzəllərdə şah beyt adətən orta hissədə olur. Mətlə əvvəldə olan idi. Mətlə birinci beytdir. Mətlə. Bir də deyir ki, lirik qəhrəman qətiyyətlidir, fikirlərin doğru olduğuna inanır. Bu doğru fikirdir, həm də məzmuna uyğundur, amma bizdən yanlış istəyir, biri götürmürük. 2-də deyir ki, qafiyə sistemi A, B, C kimidir. Məzmuna aid deyil bu, forma və bədii xüsusiyyətlərinə aiddir deyə 2-ni götürməliyik. 3-də deyir ki, məhəbbət mövzusuna yazılmış, ilahi eşqdən söhbət açılmışdı. Məhəbbət mövzusuna yazılmamışdı axı, sığmazam. Səhvdir bunlar. Ona görə 3-ü də götürürük. 4-də deyir ki, bir neçə beytdə daxili qafiyədən istifadə olunur. Bu doğru fikirdir. 5-də məktəb beytdə özünün bütün ulu nəsillərinin olduğunu vurğulayır. Məktəb beyti son beytdir. Orada vurğulayır. Belə bir şey yox idi. Yo, orada məktəb beytdə gerçi bugün Nəsimiyəm, Qureyş oğlanam, Haşimiyəm, Qureyşiyəm, yəni ayətin bundan uludur, ayət uşağına sığmazam deyir. Yəni orada o bütün ulu nəsillərdən olduğunu, bütün yox da, orada Qureyş, Haşimiyəm, Qureyşiyəm. Bəli. Bir də mətlə beyti şah beyti hesab etmək mümkündür. Bu burada deyil. Mətlə şah deyil. Ədəb ortada olur. O bayaq dediyim kimi bu da səhvdir. 2-3-ü buradan götürək, 5-6-nı da buradan götürək. Müvafiq olaraq A variantı. Yəni ümumiyyətlə şah beyt məktəb beytdə olur. Yox, o hökm kimi deyə bilmərsən sən. Şah beyt məqtədə olmur. Şah beyt şeirin ortasında olur. Biz şah beyti xüsusilə Məni Candan Usandırdı qəzəlində Füzulidə deyirik ki, birinci beyt mətlədir, son beyt məqtədir, şah beyti ən güclü beytdir. O adətən orta hissədə olur. Bildim. Şəbi hicran yanar canım, tükər qan çeşmi giryanım. Bax, həmən beyt şah beytdir Füzulidə.
Hətta nətər deyirdik? Şah beytdən digər müəlliflər təsirlənir, ona yəni təxmislər yaza bilər, adından istifadə edə bilər. Bəxtiyar Vahabzadə Şəbi Hicran poemasını yazdığı kimi. Sonra 17 var. 13 var. 12. doğru. Coşqun Xəzər nədir burada? Heç nə. Təsvir var. Yəni nəzəriyyə. Doğru istəyir. Coşqun Xəzər oynar ayaqlarında. Xəzər necə oynayır? Deməli. Nicat, insana xasdır, düzdürmü? Metafor. İnsana xasdırsa metafor, doğru istəyirsə. Deyir ki, birinci misrada metafor və ad dəyişmə işlənmişdir. Ad dəyişmə metonimiyadır. Burada metonimiya yoxdur. Onda mən biri çıxıram. Amma metafor var. Ona görə tam dəqiq olmur. İşıq saçan neft birləşməsində həm epitet, həm də metafor. İşıq saçan nefti torpaqlarında, tarixlərin qızıl yarpaqlarında. İşıq saçan neft necə neft deyirəm. Burada deyir ki, həm epitet, həm də metafor. Yox, metafor yenə də yoxdur. Bunu da çıxıram, ikini də çıxıram, ikini də çıxıram, 4-5 qaldı. Dördüncü misrada epitet inversiya. Deməli, 1, 2, 3, 4. Dadlı sözlər epitet. Var xəbər daxı. Xəbər burada olmalı daxı. İnversiya. Deməli, dəqiqdir. Bəhtdə təkrir və təzad işlənməyib. Təkrir görmürəm, təzad da görmürəm. Bəli, doğrudur. Cavab 4-5. Təzad antonimlə də ola bilər, fikrin təzadı da ola bilər. Burada heç biri yoxdur. 13 kim dedi? 11-ə baxa bilərik ondan əvvəl. Ananın öyüdü və səsli qız əsəri ilə bağlı hansı fikir diaqramın heç bir hissəsində yazıla bilməz? Ananın öyüdü, Səməd Vurğunda sujet lirika nümunəsi kimi götürülür. Səsli qızda poemadır. Biri lirik əsərdir, biri epik əsərdir. Güclü vətənpərvərlik mövqeyi əks olunur. Vətənpərvərlik hər ikisi üçün keçərli, uşaqlar ortaqdır. Ana övladını cəbhəyə yola salır və vətən fikri burada ön plandadır. Səsli qızı da bilirsiniz də, yəni vətən uğrunda Sara hökmdar öldürür. Deməli, bir ortaqdır. Epik növdə yazılır, səsli qıza aiddir bu tərəfə. Hadisələr obrazların danışığı hərəkəti vasitəsilə çatdırılır. Aha, obrazın danışığı hərəkəti vasitəsilə nə çatdırılır? Danışığı hərəkəti vasitəsilə nə çatdırılır? Piyeslər. Səsli qız olar. Xeyr, piyeslər. Onda heç birinə aid deyil bu. Heç birinə aid deyil, uşaqlar. Heç birisi yazmaq olmaz. 3. Təsvir ifadə vasitəsi istifadə olunmamışdır. Elə bir bədii nümunə ola bilərmi ki, orada təsvir ifadə vasitəsi olmasın? O biraz məntiqsizdir. Ona görə 4-ü də götürürəm. Sujetə malikdir. Sujeti də yenə də ikisini də deyə bilərik. Sujet ikisində də var. Ortaq hətta. 3-4. Uyğunlaşdıra bilmirəm. Cavab C. Sonra. 13. Xətainin yaradıcılığı ilə bağlı doğru fikirdir. Sufi hürufi şeirlərində əks olunub. Xətaidə, bəli, hürufilik var. Amma əsasən sufidir. Nəsimində də sufilik var, əsasən hürufidir. Doğrudur bu. Nəsihətnamə məsnəvisində tarixi, gerçəklik yoxdur. Bir də ki, nəsihətnamə məsnəvisində biz xətaini ağsaqqal bir yaşlı şəxs kimi görürük. İnsanlara Allahı sevməyi, ona bəndəlik etməyi, bir olmağı nəsihət edir. Nəsihətnamə yaşlılara hörmət etmə ailə buradaymış. Bəli, bu düzdür. Dəhnamə məsnəvisində həm dövlətin idarə məsələsi yoxdur. Bu nizami aid hökmdür. Həm epik, həm də lirik əsərlərində təbiətin canlanması. Bəli, epik əsər, uşaqlar, Dəhnamənin Bahariyyə hissəsini deyə bilərik. Lirik əsərdə bahar oldu ki, ailəm gülşən oldu, gözün açıq görünər övşən oldu qəzəlindən misal deyə bilərik. Nuray, 1, 3, 5 olur cavab A variantı. Sonra 17. 14. ah bu 14, 14'ü niyə səhv yazırıq? Biz 14'ü bu qədər qəbul işlədik, hər dəfə 14. Həmişə də qəbullarda Vaqif düşürük, həmişə. Vaqifin şeirləri ilə bağlı doğru fikirləri müəyyən edirik. Pəri gözəlləmədir. Gözəlin zahiri görünüşü canlı boyalarla əks olunub, düzdür. Birinci bənddə epitet işlənmişdir. Pərinin birinci bəndin yadımıza Orada salmalıyıq. təşbih yoxdur. Pərinin Boyun zahir kimidir deyir də. Bəli, onda o təşbih sayılır, səhvdir. Mühür bənddə şairin kədəri ilə pəri, heç kədər varsa mən bunu silirəm. Kədər Vaqifdə, xüsusən də pəridə falan heç yoxdur. Kədər orada uzaqbaşı görmədən müxəmməsində, bəri bax, daha doğrusu bax qəzəlində ictimai motiv var. Kədərdəki o heç ömrün sonundadır da əsas.
Yəni bu da səhvdir. 2-nin 3-ü çıxıram, cavab 1, 4, 6. Niyə 4? Qoşmanın məzmunca heç bir növünə daxil deyil. İctimai mövzudatdır uşaqlar. İctimai mövzuda olduğu üçün hara aid edək onu. Sonra da təbii gözəllik, insan həyat tərzə ziddiyyət, bəli. Evet. Aydındır Günel. Bəli, müəllimə. Müəllimə, bu hekayət Müsyo Jordanda cadugarın qol qanadı verən cəmiyyətə üç üzünü aça bilmişdi. İndi bu düzgün fikirdir. Xeyr. Nətər? Cadugərliyə qol qanad başqa cür başa deyəm. Cadugərliyə qol qanad verən cəmiyyətin üç üzünü aça bilmişdir. Açıb göstərir də, düzdür bu. Bəli, çünki məsələ şah vasitəsilə biz qadınların simasında əslində necə aldandıqlarını, amma aldandıqlarının fərqinə varmadıqlarını biz görürük. Müəllif də onu çatdırmaq istəyir. Düzdür, bunu götürməliydim. Bəs Yəni orada qol qanad şöhrət verən də o verilmişdi. Necə? Avam qadınları aldatmaq yolu ilə pul qazanan fırıldaqçını işə etməyə müvəffəq olmuşdur. Bəli. Bir-iki cavabı var. Öz işinin bacarıqlı ustası olan dərviş. Hətta bu. Bu belə Həmişə demək ki, olmalıdır. dırnaqlı Dırnaqda olmalı. bacarıqlı olmalıydı. Elmə savada biliyə qarşı çıxan oxumağın faydası olduğunu düşünən mənfi obraz yaratmışdır. Yəni biz məsələ şahın simasında bu kimi məqamları görmürük axı. Səhv cavab 1-2-dir, D variantı. Müəllimə, birinci fikri tam başa düşmürəm. Necə yəni cadugərliyə qol qanad verən cəmiyyət? Yəni nə mənada? Mən yəni orada iki qadın obrazı cadugərliyə yəni inanırlar, o da onların iç yüzünü açır da. Yox, 4 dənə qadındır orada. 4 də, hə, bəli. 4, yəni lap balacan deməyək, 3 dənə qadın cadugərliyə ay İnan. həcə qol qanad verir də, yəni ki, gedir cadugəri gətirir, elə bilir ki, o cadu ilə buradan duracaq, Parisi partladacaq. Yəni və buna İnanır da ona. toyun pulunu da götürür ora verir. Bəli. Anladım, İçini açıb anladım. göstərir ki, yəni əslində dedim axı onun bayaqları. Onlar səhv eləyirlər, fərqinə belə varmırlar. Gör nə qədər avamdılar. Anladım. 17-yə baxa bilərəm. 17 məndə də. İsmail Şıxlının Dəli Kür romanında öz əksini tapan əsas problemləri göstərin. Əsas problemləri. Cəmiyyətdə gedən ziddiyyətli proseslər, əsas problem ola bilər uşaqlar. Ona görə ki, təkcə biz Dəli Kürdə Cahandar ağanın ailəsindəki məsələləri görmürük. Cahandar ağa ilə dövlət məsələlərində də ziddiyyət toqquşduqlarını görürük. Yəni cəmiyyətdə gedən ziddiyyətli proseslər orada öz əksini tapır deyə bilərik. Bir olsun, ailə münaqişəsi və münaqişənin həlli yolları. Yox, mən Həll yolu həllərini göstərməmişdim. Həll yolu yox idi. Elə münaqişə getdikcə qızışırdı. Ona görə bu heç. Kənd şəhər arasındakı fərq ümumiyyətlə belə bir şey yoxdur. Köhnə həyat tərzi və onu sıxışdıran yeniləşmə meylləri. Bəli, Çerniyevski gəlmişdi, deyirdi ki, bizə qoruya aparmağa, oxumağa şəxs lazımdır. Amma Molla Sadıq buna qarşı çıxırdı. İnsanların ora təhsilə uşaq göndərməklərinə mane olurdu, ara qarışdırırdı. Yəni onlar qarşı-qarşıya dururdu. Cahandar ağa da Çerniyevskini dəstəkləyirdi. Ona görə də bu problemdə onların Molla Sadığın toqquşmasına bir dəfə də yəni səbəb olur ki, onlar qarşı-qarşıya dursunlar. Yəni köhnə və yenilik qarşılaşdırılır. 4 düzdür. Rusiyadan müstəmləkəçilik siyasəti və kəndin torpaq zəbt edilməsi, bəli, tamamilə doğrudur. Yəni Cahandar ağadan torpaqlarını istirdi, o da vermək istəmirdi. 1, 4, 5 cavab C variantıdır. 18. İstiqlalda yoğunlaşma, problem, mövzu, ideya. Axı 20, 20, 18 düzdür. Məndə 19 var. 18 məndə. Bütöv Azərbaycan var, dövlət qurmalıyıq. Dövlət qurmalıyıq. Bu nə ola bilər uşaqlar? İdeya. Dövlət qurmalıyıq. Bu əsər Olmalı. ideyasıdır. Bəli, dövlət qurmalıyıq. Vacibdir bu, ideyadır. Azərbaycan xalqın tarixi ki, Problem olardı. problemdir də, yəni millət xalq ikiyə bölünür, problemdir. 2-ni yazdıq bura. Sonra xalqın yaxın tarixi keçmişi bu mövzudur, əsərin İdeya. mövzusudur.
Mövzudur. Niyə deyirəm? Mövzudur bu. İkiyə bölünmüş xalqın birləşəcəyinə güclü inam bu əsər İdeya. Bəli. 2, 3, 1, 4. B variantı. Mən 19-a baxa bilərəm. Məmmədova, sənlə gedək bu testi. Buyur. Düz yazmısan? Məndə də səhvdir. Səndə də sən. Məndə düzdür, mənim deyim. Dezadə. Mən deməli 19-cu sualda verilmiş cədvələ əsasən doğru fikirləri müəyyən eləyin deyir. Burada deyir ki, Odluğanın səslərində Cavanşir Urmuzu sərkərdə olmaq istəyinə etiraz etdikdə Urmuz ondan inciyir. Xeyr, elə bir şey olmur. Birinci Urmuz deyir, sonra Cavanşir deyir. Yəni bu doğru deyil, yanlışdır. Sonra Səməd Vurğun Azərbaycan və ana öydü şeirləri eyni ideyanı əks etdirir. Bəli, hər ikisinin bəli deyirəm, xeyr. Çünki biri vətən haqqındadır, biri də ümumiyyətlə ana haqqındadır. Yəni düzdür, ananın öydündə də bəzi vətən motivləri var, amma ümumiyyətlə eyni ideyanı əks etdirir fikirləri səhvdir. Səməd Vurğunun Azərbaycanın tərənnümüdür uşaqlar. Yəni vətənpərvərlik baxımından bəlkə düşünərsiniz, amma Azərbaycan şeiri bütünlüklə vətənin gözəlliyi tərənnüm oldu. Amma ananın öyüdü, oğlunu cəbhəyə yola salan vətənpərvər bir ana bu yolda oğluna öyüd nəsihət verir. Ona görə də ideya eyni deməyi bir-birinə yaxındır. Amma yəni eyni deyil də, yəni eyni ideya deyil. Bəlkə vətənpərvərlik baxımından. Bu səhv olur. Səhvə də verdiyi üçün ikisini götürürəm. Bəli. Sonra deyir ki, Basatın Təpəgözü öldürdüyü boyda güclü vətənpərvərlik və yad elli düşmənlərə qarşı mübarizə var. Burada biz demişdik ki, yad elli düşmən deyil, elə özləri böyütmüşdülər, bəsləmişdilər. Yəni dəqiqə. Niyə bunu da? Hə də düz deyirəm də müəllim, yad elli düşmən deyil. Ona görə doğru deyil, əksinə bu yanlışdır. Üçü götürmürük yəni. Sonra Qasım Bəy Zakirin Durnalar şeirində durnalar simvollaşdırılıb, bu düzdür. Çingiz Aytmatovun Manqurt əsərindəki ana oğlu tərəfindən oxla vurulduqdan sonra quşa, bəli, hələ quşa bir dəqiqə, quşa dönüb göyə uçur. Yox, şeydir, yaylığı uçur. Hələ Donanbay deyir, sonra da yaylığı uçur. Bəli, sonra uşaqlar. Mən bu 5-ci fikir sadəcə bir, necə deyim, əfsanə kimidir, yəni o mənada. Bizdə mənim onun əfsanə olmağını istəmirəm. Əfsanə yox, Zakirin durnalar simvollaşdırılıb. Yox, 5-ci fikir o quşa dönüb uçma məsələsi. Əfsanə var. Ana oğul tərəfindən oxla vurulandan sonra quşa dönüb göyə uçur. Hə, o əfsanə kimi düşünülür. Yəni realda elə olmur axı ona görə. Realda deyil deyə bu yanlışdır, bunu götürürük. Bəli, bəli. 20. Yaradıcılığında satiradan istifadə edən müəlliflərdən biri səhvdir. Əhməd Cavad satira yazmayıb uşaqlar. Seyid Əzmin, məsəl üçün Şirvanın təzə bəyləri satira idi. Cəfər Cabbarlı, qrup çağı, sən də bir dilənçi kimi nümunələr məsələn satira. Vəzirov da satiradan istifadə edibmi? Vəzirov satiradan komediyası var Vəzirovun. Ona görə də tənqid olan əsərdə olur. Axundovda ümumiyyətlə Aldamış Kəvakibdə deyə bilərik. Mən Vəzirov götürmüşdüm. Yox, Nəcəb bəy Vəzirovun komediyası var. O varsa da demək ki, satirada ola bilər. Əhməd Cavad romantik idi. Romantiklərdə nə gəzirdi satira? Sonra. 22. Əqrəb və Çanaqlı bağa ilə bağlı yanlış fikir. Əqrəb Çanaqlı bağa nədir janr baxımından? Epik növ təmsil janrı. Epik növdə təmsil janrında olan bir nümunədir. Əqrəb Çanaqlı bağa, Cavid yadındadır bu əsər? Mən bir dənə də söz deyim. Eləcə A deyə baxsaq bəs. Əqrəb bağda yaşayan Çanaqlı bağanın yanına gəlib onunla dost olur. Elə şey yox idi axı, gəlib yanına dost olur. Yəni Əqrəb bağda yaşayan Çanaqlı bağanın. Mən də yazmışdım əslində.
Mən də Əqrəb deyir. tək qalmağın onun üçün çətin olacağını deyir. Mən axı o deyir ki, mənim üçün Dostundan çətin ayrıldığı deyil. üçün. Bilirsiniz burada nətər? Yəni bağa gəlib səninlə dost olmaq istəyirəm, yəni o fikrə görə səhvdir. Yəni bir Mən onsuz harda dostlaşırdılar bunlar? yəni dostluqları var da biz dostluq məqamını görmürük, dost idilər. Onda bəs D-ni götürə bilmərik ki. Əqrəb tək qalmağın onun üçün çətin olacağını deyir, ancaq deyir neyniyim, mənim sancmaq adətimdir də. Mən burada 21-ə baxa bilərik. Neçə? 21-ə. Füzuli Leyli Məcnun əsərlə bağlı yanlış fikri göstərin. Deyir ki, əsərin yazılması rum zərfləri xahiş edir, düzdür. Qəm çəkməyə bir hərf yoxdur, misrə qeysə aiddir. Deyir, qəm çəkməyə bir hərf yoxdur, doğulana deyir. Gəldim ki, olum qəmin hərifi, gəl təcrübə eylə mən zərifi. Bəli, hətta biz bu beytin misrasında deyirik ki, Füzuli öz qəmkarlığını qeys vasitəsilə elə bir ishar edir. Düzdür bu. Sən sadəsən, özgə deyil neyrəng. Təzad təşbihdən təşbih hanı? Özgə əhli neyrəng kimidir? Sən sadəsən. Kimidir deyəndə ki, sən sadəsən, özgə əhli neyrəngdir. Niyə təşbih olsun ki, elə təşbih? Ne üçün sənə tənə edə bədii sual? Bədii sual. Ne üçün sənə ana danışır da orada qızını məzəmmət etdiyi məqamlardandır, düzdür bu. Sevdası uzun bəhri kütah, məzmun fəğan alə və müəllifin dilindən söylənilir. Müəllifin dilindən söylənilir. Bəli, çünki Füzuli deyir ki, ey bəxtim, bu yolda mənə həmrahlıq et. Çünki deyir, mən bir işə düşmüşəm, gəlib məndən istəyiblər ki, belə bir dastanı mən yazım. Bunun da deyir, sevdası uzundur, bəhri kütahdır, yəni mən bunu həcəzdə yazmalıyam. Məzmunu da ahdı nalədir. Bu düzdür. Burada mən təşbih görmürəm axı. Mən orada sadə kimisən deyə bilmişəm, ona görə təşbih götürmüşdüm. Sonra Mən 24-də 3 ilə 5-ə baxa bilərik. Qalan hamısını düz yerləşdirmişəm. xəyalında vətənin gələcəyini canlandıraraq qansız, qadasız, müharibəsiz zamanın əskəri olmaq istəyir, əskər məktubu. Elə bir şey var idi ki orada. Ümumiyyətlə, bu görün yadımıza salaq. Əskərin məktubu deyir, ağırdır. Əskərin məktubu deyir, cavab yazmaq asan deyil. Əskərin məktubu da əskər kimi səksəkə içindədir deyir. Mən bunu düz yazmışam. Mən 23 deyirdim. Bəlkə taşı 24 demişəm. 24 dedin. Yəni bu 24 kimi səhvi var. Bu 3 elə bir şey yoxdur orada. Yox, mənim üçün ki, mən 23 demək istəmişəm. Bəlkə çaşmışam, ola bilər. İsmail Şıxlı Namərd Gülləsinin sujet xəttinin mərhələlərini, sujetin mərhələləri necədir? Ekspozisiya, zaviyaska, kulminasiya, razviyaska və final. Baş hərflərdən getdik. Yaxşı sualdır, özü açıq sualdır. Niftalı ilə mürşid arasında söhbət, mürşidin kobudluğunu, niftalının onu döyməsi. Burada problem qabarır artıq. Problem buradan Qarışır. başlayır. Burada biz zaviyaska deyirik. Sonra Niftalının Kövşənə gedib fikirləşməsi, mürşidin kəndə gəlişi, Niftalı və atasının ona kömək etməsi. Niftalın atası Ekspozisiyada. Ekspozisiya. Niftalı və Kərəm arasında söhbət, Kərəm mürşidi dəstədən kənarlaşdırmağı. Razviyaskadır. Bu problemlər çözülür. Bəli. Niftalını ölümcül yaralaması və Kərəmin onun başının üzərində. Bu Finaldır. kulminasiya ən yüksək zirvədir uşaqlar. Finalda Niftalının xahişi ilə Kərəmin onun güllə ilə vurması Yekunlaşır. bəli. Yəni xahiş hissəsi yox, vurma hissəsidir artıq. 25-ə baxa bilərik. 26-ya baxa bilərik. Elçinin Talvar əsərində hadisələrin baş vermə ardıcıllığını müəyyənləşdirin. Talvarda. Gəlin bunu. Mən burada 2-4 yazmışdım. Mən Birinci 3-4 yazdım. Moğla Fərzəli əsasını döyəcləyə gəlib Ələbbas kişinin küçə qapısında oturur. Xartut 100 yaş tamam olan gecə Ələbbas kişi alətləri satmaq qərarına gəlir. Ay Həcər, bu sujetdir canım mənim. Nə inəsək də yenə sən bunun qeydini tut baxmaq vacibdir. Deməli, bu Moğla Fərzəli qapını döyəcləyə ki gəlir.
Ələbbas kişi uşaqlığını, atasının kənddə gəlib Sabunçu mədəndə işlədiyini xatırlayır. Yəni, köhnə xatirələri xatırlayır, bəli, olar. Ana xanım mətbəxə nahar üçün küftə hazırlayır, bu Lap əvvəla aid. əvvələ aiddir. Ələbbas kişi ana xanıma aş pişirməyə tapşırır, bu tut yarılandan sonra, amma yenə də əvvəldir də bu. Düzdürmü? Ələbbas kişi balaca xanıma onun üçün talvarı düzəltməyə söz verir. Bu 2-3 əvvəlki hissəyə aid. 26. 26-da mən konkret problemi bir dənə B variantını 1-ə götürməməyim. Yox, baxaq ümumiyyətlə. Deyir ki, diaqrama hissələrə uyğunlaşdır deyir. Düşdü yenə dəli könül gözlərinin xəyalinə. Olduqca əlində oldu xəndan, düşdükcə əlindən oldu giryan. Aha. Dəli könül, necə könül? Onda epiteti yazaq birinci nümunəyə. Sonra metafor varmı? Dəli könülün düşməsi. Yox. Könlün gözünün xəyalına düşməsi insan xəyalına düşə bilər də. Könlün xəyala düşməsi artıq köçürmədir. Bu da metafor. Metafor 1-də, ikincidə görmürəm. Sonra inversiya düşdü. Oldu. İnversiya ortada uşaqlar. Ortaya yazdım. Təzad. Burada ola bilər də, əlində giryan oldu, xəndan oldu, təzad bura gedə bilər. Metonimiya yoxdur uşaqlar. Ümumiyyətlə, metonimiyanı silin. Mən bir də 27-ni mən səhv yazmışam. Bir də baxa bilərik. Müəllimə, nağıl daha uzun olacaqsa dastan. Təbii ki, dastan. Nağıl necə adım? Sən nağıl da oxumusan, dərs şagirdi Əhməd. Dastan da oxum. Dastan böyükdür. Hə, dastanın adına görə bilirdim, böyükdür. Bir də soruşdum, dəqiqləşdirəm. Yox, dastan həcmi etibarilə böyükdür. Nağıl kiçik olur. 27. Bəli, müəllimə. Bunu izah edeyim. İzah elə Günür. Aha, nağıllar və dastanı mövzu görə iki qrupa bölünür. Bu dastanlarda da məsəl üstadnamə ilə başlayıb vaqqamla bitən, yəni ki, necə deyim, bir məhəbbət dastanı olub, bir də qəhrəmanlıq dastanı olaraq ikiyə bölünür. Bu aiddir 1-ə, aiddir B variantı. Xüsusi bir növdə allegoriyadan istifadə olunur. Bu yəni necə deyim, cansızların şəxsləndirməsi. Məsələn, bu ola bilər də, nağıllarda bu proses ola bilər. Tərənnümdən istifadə nağıllar epik növə aiddir. Yəni tərənnüm onlarda yox, təkcə onlarda xarakter xüsusiyyəti o. Bu dastanda xarakter xüsusiyyətdir. Həmişə xoşbəxt sonuna bitir. Dastanlarda məsəl üçün cahannamə ilə bitən olur. Məsəl üçün yəni ki, iki şəxs bir-birinə qovuşmurlar. Məsələn, ustadnamə başlayır, cahannamə ilə bitir. Məsələn, bir-birinə qovuşurlarsa olur bu duvaq qapı ilə bitir. Nağıllar oxuduğum məsələn bütün nağıllar hamısı xoşbəxt sonluğuna bitir. Bu nağıllar xarakter xüsusiyyəti ola bilər. Bəzi nümunələrdə ustadnamədə istifadə edilir. Bu dastanlar üçün xarakter xüsusiyyətdir. Mən allegoriya gördüm, təmsil yazma düşdü. Ona görə bunu götürmədim. Yox, Həkər, dəfələrlə demişik ki, allegoriya mütləq təmsil olacaq deyə bir şey yoxdur. Bəs biz heyvanlar haqqında nağıllar deyirik. Füzulinin allegorik poemalar deyirik. Allegoriya ola bilər digər janrlarda da. Başqa şey var. Bir də mənə burada tərənnüm dastanda ola bilər ki, o Tərənnüm tərif deməkdir. Bunu yadda saxlayın uşaqlar. Tərənnüm tərif deməkdir. Dastanda da məsəl üçün Koroğlu götürür sazını, Nigarı məsələn tərifləyir və yaxud da dastanın sonunda orada Giziroğlunu tərifləyir. O tərifləməyi deməli onu tərənnüm etmək deməkdir. bildim. Mən bir də 29-a baxa bilərik. Mən birini tapdım, o birilərini tapa bilmədim. İfadə vasitələridir, ifadə. Təsvir istəmirəm, ancaq ifadə istəyir. Mən də onu deyirəm. İnversiya tapdım, amma başqa içinə tapdım. Bu sualları görürük də. Burada suallar nədir? Bədii sualdır da. Bəs bu nədir? Nədir? Ayda. Təksir. Mən bir də 30-cu sualda demək olar ki, vətən yolunda çəkilən həsrət mövzusunda yazılıb. Vətən mövzusuna çəkilən həsrət nə deməkdir? Qısa konkret, vətənə məhəbbət, vətən həsrəti konkret. Yəni demək olmaz elə vətən yolunda çəkilən həsrət. Uzun deyirsən də, Həzər mövzuda hansı mövzuda yazılıb deyirsə fikrin düzdür.
Qısa ifadə elə, qısa. Oldu müəllim. Başqa sualı qalan var uşaqlar? Deyil müəllimə. Deyir müəllimə. Bəli, müəllim. Yaxşı, yekunlaşdırırıq. Müəllimə. Bəli. Müəllimə, bu ədəbiyyatda misal üçün atdığın sınaq daha çox görürəm xırdaçılıqdan düşür də. Misal üçün evdə kitabım var ədəbiyyatdan, o sual cavab bilir, amma yenə misal üçün siz bizə məşqələdə verdiyiniz kimi olmur da, siz daha çox xırdalıqdan verirsiniz də. Hansı vəsait ola bilər ki, ədəbiyyatdan daha çox xırdalığa çan girən bir kitab var, sual cavabı olanı? Eren var səndə? Bəli, var. Hə, bu dəqiqə ən yaxşı şeirindir. Çox, yəni oradan çıxarışlar var, qeydlər var. Yaxşıdır. Günel özün diqqətlə oxumalısan, ədəbiyyatı özün çıxarışlar edərək oxumalısan, özün mütləq. Diqqətlə oxumalısan. Yəni biz məzmunların hamısını bilirik. Məzmundan savayı ədəbiyyat. Kim gəldi, necə getdi, necə baxdı, bax, bütün detallara fikir vermək lazımdır. Və təkrar, çox təkrar. Sonra Heç bir sual-cavab kitabı dərin deyil. O qədər dərin deyil. Yox, sual-cavab kitabı bəli, o dəyişə bilər. Onlar şərti sual-cavab üzərində qurulub da, yəni mövzunu o formada öyrənmək məqsədi ilə. Ancaq biz dərsdə o cür sual-cavab getmirik axı. Biz oradan-buradan müqayisə edirik. Yəni bu testləri nəzərə alaraq müqayisələr, sual-cavablar edirik. Belə uşaqlar, ədəbiyyat təkrarı sevir, kitab əlindən düşməli deyil. Üçüncü qruplar bunu bilsin. Ona görə də get, gəl, oxu. Arxayınlaşma. Yaxşımı? Hamımıza aiddir. Gecəniz xeyrə, görüşərik. Xeyrə, Sağ olun. Sağ olun. Gecəniz xeyrə qarşı. Sağ olun.